başlıqlar verir, boşandılar. Deyirəm, nə etmək lazımdır ki, boşanır? Heç əlaqəsiz olur. Bir dənə məsələn müğənninin adını verir, boşandılar. Nəmlə sonra görürsən ki, müğənni başqa bir iş görüb, boşananlar başqa. Deyərsən, özün hardan bunu öyrənmirsən, özün baxmırsansa, mən doğrudan da bundan bir elm kimi məşğul olmuşam bir müddət. Bu necə təsir olur insanların zehninə, ona görə. Görürsünüz, biz başlıqların içlərdəki ilə əlaqəsi yoxdur. Və yaxud da məsələn, filan kəs verilişdə filan elədi, nəsə göz yaşını saxlayanmədi. O cürünə yetişən kütlə də sonra nə olur? Dini xütbələrə də elədi başlaysan qoymağa. Deyir ki, Hacı Şahin hamını ağlatdı. Ki, nə var, baxsın zaman. Dostlarımız yazır, tanıyırsın onu yazır. Yazıq ne üçün yazır? Görür ki, başqa şeyə gəlmirlər. Bu cür şeylə. Çünki öyrəşib ki, diqqətini ovlasınlar. Özü demir ki, adam xəbər hər cür başlıq yazırsa yazsın. Gərək insan baxsın ki, görün mən nəyimə lazımdır bu? O aktyorla, o müğənni ilə bunun arasından o. Nəyimə lazımdır mənim? Mənim nəyimə lazımdır? O müğənni bu müğənninin nə üçün dalaşır? Onsuz da sabah barışacaqlar. Sən boş vaxtın gedəcək. Bəzən də özləri dalaşır ki, maraqlı olsun da cəmaat baxsın. Razılaşıb dalaşmaq var. Bu hər sahədə var, orada da var. Hər sahədə var. Razılaşıb dalaşaq ki, gündəmə gələk misal. Hər sahədə bu var. Təkcə mən hansısa ayrı zümrəni hədəf almaq istəmirəm. Söhbətim bundadır ki, belə yaşamayan insanlar, nizamlı, intizamlı yaşamayan insanlar həyatda nəyəsə çatması mümkünsüzdür. Belə yaşamaq adamı ləzzətlərdən məhrum eləyir, bəzilərindən məhrum eləyir, amma daha yaxşı ləzzətlərə çatdırır. Bəzi qəmlərdən adam uzaq eləyir, daha yaxşı qəmlərə çatdırır. Qəmin də yaxşısı var, əlbəttə var. Qəmin pozitivi var. Elə qəmlər var ki, sevinç kimidir ruh üçün. Bu qəzəllərdə yazılan qəmlər var, onlar pis qəmdir. O elə qəmdir ki, adam zövq alır ondan. Adamın gərək sevinci də gözəl olar, qəmi də gözəl olar. Sevincin də bir ləzzət olar, qəminin də. Onsuz da hamının sevinci də var, qəmi də var. Mən çox danışıram.